Salam olsun əziz və böyük Türk millətimə, salam olsun Mustafa bəy sizə, salam olsun MKTV izləyicilərimizə. Bugün mən Cilovluq qətliamından danışmaq istəyirəm. Yəni, bugün dediyimiz İran ərazisində, Güney Azərbaycanda biz Türklərə qarşı edilən 1917-ci illərdə və bundan da öncə 1914-15-ci illərdə bizlərə qarşı edilən, Türklərə qarşı Ürmiyədə, Təbrizdə və digər Türk bölgələrində edilən qətliamdan danışmaq istəyirdim və milli qəhrəmanlarımızdan danışmaq istəyirəm. İlk öncə buradan mən fürsətdən istifadə edərək bütün Türk dünyasına səslənən və Türk yazarlarımız, professorlarımız, doktorlarımız, aydınlarımıza həm Sayın Azərbaycan Cumhurbaşkanı Sayın İlham Əliyevə və Türkiyə Cumhurbaşkanı Sayın Rəcəb Tayyip Ərdoğana da müraciət edirəm. Nuri Paşanın abidəsinin Bakıda ucaldılmasını istəyirik və Nuri Paşanın bu xalqın, Azərbaycanın xilaskarı kimi və Güney Azərbaycanda olan Türklərin də qətliamının qarşısını durduran bir igid oğul kimi və Azərbaycanın qurulmasında Bakının Fatihi ləqəbini almış Nuri Paşamızın Bakıda möhtəşəm bir yerdə abidəsinin ucaldılmasını tələb edirəm. Və bu işlərə bütün yazarlarımızı, aydınlarımızı həm Türkiyədən, həm Azərbaycanda olan türkçüləri, türk millətçilərini, dövlət adamlarını bu işə qoşulmağa çağırış edirəm. Və bunu etməyimiz şərtdir. Baxın, Güney Azərbaycanda həm 1914-15-ci illərdə biz Türklərə qarşı qətliamlar edilmişdi və 1917-ci ildə də 18-ci ilə keçərkən Kürd Simko ləqəbli Kürd, Erməni və Assori dəstələri 30 minə yaxın yığılmış Assori dəstələri Simotkanın başçılığı ilə çetələri Güney Azərbaycanda olan Cilovlu qətliamları yapmışlar. 100 minlərlə Türkləri qətl etmişlər. Yerlərinə didərgin salmışlar, Ürmiyədə və başqa bölgələrdə. Bu qətliamları unutmaq lazım deyil. Bu qətliamları durduran o zaman Osmanlı ordusu olmuşdu. Və Qafqaz İslam ordusunun paşası Nuri Paşamız Gəncəyə gəlməmişdən öncə o zaman Təbrizdə idi. 1918-ci il aprel ayında. Və bu qətliamları durdurmuşdu. Qafqaz İslam ordusu hələ yaranmamışdı. Amma Osmanlının ordusu Türklərin çağırışına cavab verərək bu qətliamı durdurmuş və Ruslarla da savaşmışdı. Birinci Dünya Müharibəsindən sonra Osmanlı ordusu Montreux müqaviləsinə görə girdiyi bölgələrdən çıxmalıydı. Qafqazdan, Cənubi İran dediyimiz Cənubi Azərbaycan bölgəsindən hər bir yerdən. Və burada diqqətə çəkən bir şey var. Bugün Güney Azərbaycanda olan Türklərimiz niyə bugündədirlər? O zaman Nuri Paşanın Ruslarla savaşaraq əldə etdiyi bütün silahları Rus qoşunları İrandan çıxarkən, bugünkü İrandan, Qacar dövlətindən. Həmin silahları əldə edən Nuri Paşa yerli Türklərə paylayır. Verir ki, götürün silahları. Və bizim Türklər bundan imtina edirlər. Və bunun da başında duran, Xiyabani hərəkətin başında duran Xiyabanidir. Xiyabani həm Çar Rusiyasından arası iyi olmuş, həm Sovetlər dövründə də 20-ci ildən sonra Sovetlərlə də çox arası iyi olmuşdu. 18-ci ildə də. Çünki Xiyabani həm ermənilərlə, həm ruslarla arası iyi olduğu üçün rusların həm Çar Rusiyasının zamanından qalmış bu fikir, Pyotrun fikrini, həm də Sovetlər Rusiyasının isti dənizlərə keçməsi projesində baş rolda oynayırdı. Sonradan anlayanda artıq gec oldu. Onu da qətl etdilər, astılar, edam etdilər. Mənim deməyim nədir? Nuri Paşa o zaman Güney Azərbaycanda olan, Təbrizdə olan, Ürmiyədə olan qətliamları durduraraq bu Kürd Sitkomun dəstəsini darmadağın edərək bu qətliamı durdurdu. Sonradan Qafqaz İslam ordusunu quraraq Gəncəyə gəldi. Və Gəncədə də bildiyiniz kimi Azərbaycanda ordunu yaradaraq Erməni və İngilis Rus işğalından təmizləyərək Bakımızı da fəth etdi.
bu igidin Nuru Paşamızın abidəsi mütləq qoyulmalıdır. Düzdür, Bakıda Qafqaz İslam Ordusunun şəhidlər xiyabanında şəhidlər üçün anım mərkəzi var. Ancaq tək Nuru Paşanın abidəsi Bakıda ucaldılmalıdır. Və bunun kimi bizə yapılan qətliamları biz unuduruq. Baxın, milli kin olmadıqca, millətdə milli kin, düşmənə qarşı milli kin olmasa, milli məfkurəsi olmasa, milli düşüncəsi sağlam olmasa, o millət kölədir, ölmüşdür. Və hər zaman da işğal olacaq və hər zaman da öləcəkdir. Bu 2020-ci ildə başlanan 3-cü Qarabağ zəfəri, nəyə görə 3-cü deyirəm? İlk 1-ci Qarabağ savaşı 1918-ci illərdə olubdu. Bu 2-ci Qarabağ savaşı 1990'larda başladı və bu son zəfər savaşımız 3-cü Qarabağ savaşıdır. Bu tarixləri düzgün bilmək lazımdır və tarixini düzgün bilib tarixdən dərs çıxartmayan millətlər də hər zaman işğal olacaq, hər zaman kölə olacaqdır. Biz hər şeyi tez unuduruq. Ona görə gənclərimizdə milli kini, milli düşüncəni, milli məfkurəni saxlamalıyıq. Bu yaxınlarda Qazaxstanda keçirilən Eurovision'da bizim Azərbaycanlıların oxuyanın erməniyə bal verməsi, nə bilim, qucaqlaması, öpməsi, eləməsi, bu o demək deyil ki, Azərbaycan Ermənistana sülh bağlayır deyən bunlar da buna qoşulur. Dövlət sülh bağlayır, o başqa məsələ. Sülhə yaxınlaşmaq edir, o başqa məsələ. Bölgədə sülh olmaq üçün. Amma millət olaraq milli kinin olmalıdır. Sən kimi qucaqlayırsan və kimə nə verirsən? Biz niyə yalvarırıq ermənilərə? Ermənilər bizim ayağımıza düşüb yalvarmalıdır ki, gəlin sülhə qol çəkək. Ruslar 2020-ci ilin 10 Kasım'da Xəzər dənizindən Bakıya İskəndər raketini atıb bu savaşı durdurmasaydı, biz Yerevana kimi getmişdik. Ya Göyçə mahalını təmiz götürmüşdük. Ermənistan ordusu deyilən bir ordu qalmamışdı. Onlar bizim ayağımıza düşməlidir, yoxsa biz onların ayağına düşməliyik. Nə qucaqlayıb öpüşməkdir bu. Ona görə millət olaraq milli kinimizi saxlamalıyıq. Düşmənlərin hər birinə. Kimsə başımızı üstünə çıxartmamalıyıq. Və qonşuluq da etsək, nə də etsək, hər zaman düşmənimizi unutmamalıyıq. Atalar sözü var, su uyur, düşmən uyumaz. Milli düşüncədə olan hər bir kəsə deyirəm. Qətliamları unutmayın və tariximizi düzgün tarixçilərimizdən, türkçülərdən, araşdırmacılardan düzgün öyrənin. Mən buradan sayğı duyduğum, hörmət saxladığım Nəsib Nəsibbəyli professor və doktor tarixçi, türkçü, ona buradan salamlar söyləyirəm. Onun bilgilərindən çox bəhrələnirəm. Və bu barədə, bu konuda türkçülük, turançılıq, millətçilik düşüncəsində yazarların hər birinə buradan salam deyirəm. Baxın, bütün gənclərimizə və yaşlılarımıza da buradan söz deyirəm. Tarixi düzgün öyrənib dərs çıxartmaq lazımdır. Boş-boş oxumaq olmaz, ya da yalan tarixçiləri oxumaq olmaz. Osmanlı ordusunun, Qafqaz İslam ordusunun Azərbaycana yardıma gəlməyi və Azərbaycan dövlətində qurulmasını Güney Azərbaycandakılar Xiyabani başçılığında Osmanlını ya da türkləri bizi işğalçı sayırdılar. İşğal etmişdilər deyirlər. Bunu Rus tarixçiləri də elə qələbə verirlər. Və bizi Osmanlını işğalçı kimi göstərir. Hansı ki qətliamlardan qurtarmışdı. Qətliamlardan qurtararaq türk dilini tətbiq etmişlər, ana dilimizi tətbiq etmişlər, məktəbləri qurdurmuşdular. Bu igidləri, bu qəhrəmanları tanımalıyıq biz. Və son olaraq bir daha hamıya, bütün türkçülərə, türk olub türkçü olmamaq mümkün deyil. Türkçü, yəni türk millətçidir. Millətçi ayrıdır, millət ayrıdır. Millətçinin önündə ismi olmalıdır. Türk millətçilərlə buradan səslənirəm. Nuru Paşanın abidəsinin Bakıda ucaldılması üçün kampaniya başlasın və hər birimiz müraciət edəyən dövlət başçılarına, müvafiq qurumlara və bu işi görmək lazımdır. Vətən nə Türkiyədir, Türkiyədə Türkistan, vətən böyük məhəbbət Turan. Nə mutlu Türküm deyənə.